Elşad Abbaszadə cəbhənin Tərtər istiqamətində təmas xəttində 3 il xidmət edib. Martın 25-i qarşı tərəfin atəşkəsi növbəti dəfə pozması nəticəsində onu cavab atəşi ilə susturanlardan biri də Elşad olub. 3 saat Ermənistan hərbi birləşmələri ilə döyüşən qəhrəman silahını dolduran zaman qarşı tərəfin gülləsinə tuş gəlib. Artıq 40 gündür qəhrəmanımız ən uca zirvədə, şəhidlik zirvəsindədir. Çəkiliş qrupumuz bugün şəhidin ailəsini ziyarət edib, onlara göstərilən qayğı ilə maraqlanıb. Atası Raquf Abbasovun sözlərinə görə şəhidin dəfn və yas mərasimi üçün Tərtər rayon icra hakimiyyəti və Elşadın qulluq etdiyi hərbi hissə rəhbərliyi maddi kömək göstərib. 10 gün əvvəl isə ailə dövlətin şəhid ailələri üçün ayırdığı 11.000 manat sığorta pulunu alıb. Bu aydan isə şəhidin ailəsinə 200 manat prezident təqaüdü ödənilir. Ailə deyir ki, sığortanın məbləğinin əsas hissəsini şəhidin məzarının düzəldilməsinə xərcləyiblər. Oğullarını vətənə qurban verən ailə kənardan nəsə ummağı qüruruna sığışdırmır. Amma ailənin 310 manat aylıq gəliri və yaşadığı şərait onların maddi dəstəyə ehtiyacı olduğunu göstərir. Şəraitim yəni göz qabağındadır. Şəhid bir yerdə böyüyüb çıxıb. Şəraitim yoxdur mənim. Şəhidin nənəsi Sevil Sadıqova deyir ki, ailənin maddi yardımla yanaşı mənəvi dəstəyə də böyük ehtiyacı var. Yenə deyirəm, vətən sağ olsun, xalqımız sağ olsun, millətimiz sağ olsun. Mən istəyirəm ki, mənim nəvəm adı əbədiləşsin. Elşad Abbaszadə və onun kimi oğulların qəhrəmanlığı sayəsində irəliləyə bilməyən, əksinə 25 ildir möhkəmləndiyi mövqeylərindən məhrum olan qarşı tərəf bu dəfə ağır artilleriya silahları ilə dinc sakinlərin yaşadığı məntəqələri, məktəbləri və digər obyektləri hədəf seçib. Erməni silahlılarının 200 metrliyində yaşayan Zamin Cəfərovun evini aprelin 3-də top mərmisi dağıdıb. Evdə yaşamaq mümkün olmadığından ailə üzvlərini qohumlarının yanına yerləşdirən Zamin doğma kəndinə qayıdıb və səbirsizliklə evinin bərpasını gözləyir. Xırda dəyən evlərə ziyan dəyibdir. Onlara müəyyən darvazadır, şüşədir, pəncərədir, gətirib onu veriblər. Yəni belə böyük dağıntılara hələ kimi bir şey yoxdur. Cəbhə bölgəsinə səfər edən hərbçilər və mülki sakinlərlə görüşən ölkə başçısı dağılmış evlərin bərpası üçün vəsait ayırıb. Yaxın vaxtlarda evlərin bərpasına başlanacaq.